Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, media nümayəndələri. Mina təmizləmə fəaliyyəti müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından ən həssas və həyati əhəmiyyət daşıyan sahələrdən biridir. Müharibədən və işğaldan azad olmuş ərazilərdə həyatın bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, infrastrukturun yenidən qurulması məhz bu təhlükəli, lakin şərəfli fəaliyyətin nəticəsində mümkün olur. Lakin bu müqəddəs missiya böyük risklər və etkilər hesabına həyata keçirilir. Humanitar, hərbi və operativ mina təmizləmə zamanı həyatını itirənlər öz canları bahasına insanların təhlükəsini təmin edən, gələcək nəsillərə daha təhlükəsiz bir vətən miras qoyan qəhrəmanlardır. Bu baxımdan mina təmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı yalnız sosial siyasətin bir istiqaməti deyil, eyni zamanda mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanması dövlətin humanitar siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir. Bugünkü çıxışımızda əsas məqsədimiz məhz bu istiqamətdə həyata keçirilən sosial siyasətin mahiyyətini, dövlət tərəfindən görülən tədbirləri və gələcəkdə bu sahədə atılmalı olan addımları diqqətə çatdırmaqdır. Təqdim olunan qanun layihəsində həm təhsil haqqında, eyni zamanda vergi məcəlləsində mina təmizləmə fəaliyyəti haqqında Azərbaycan qanununda dəyişiklik edilməsi barədədir. Qeyd edildiyi kimi, layihədə vergi məcəlləsinə təklif edilən dəyişikliklər mina təmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş mina təmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılması. Eyni zamanda təhsil haqqında Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişiklik isə mina təmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş mina təmizləyənin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisəsində ödənişli əsaslarla təhsil, əlavə təhsil istisna olmaqla aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsindən bunun vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Hörmətli həmkarlar, qanun layihəsinin keçid maddəsinə əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixə dək mina təmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin övladlarına da şamil olunur. Ən çox 20 yaşına çatana dək. Layihə Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsində müzakirə edilib, birinci oxunuş üçün plenar iclasa tövsiyə edilmişdir. Səs verməyinizi xahiş edirəm, diqqətinizə görə sağ olun.